Salam, hər vaxtınız xeyir olsun. Tort hazırlamaq üçün birinci götürürük 1 stəkan un. Əlavə edirik 3 xörək qaşığı kakao unun üstünə və qabartma tuzu 1 çay qaşığı. Və yaxşı qarışdırırıq. Unu, kakaonu, bir də ki qabardıcını. Qarışdırdıq, qoyuruq bir kənara. Götürürük 1 stəkan şəkər, 5 dənə yumurta. Yumurta və şəkəri əlavə elədik. İndi mikserinə çalırıq. 5 dəqiqə çaldıq. Çalandan sonra mikseri qoyuruq bir kənara. Əlavə edirəm unu, kakaonu, bir də qabardıcı tozu. Və qarışdırırıq. Götürürük belə bir forma, altına kağıt sərmişəm, yağlamışam və hazırladığım xəmiri tökürəm formanın içinə. Xəmiri tökdüm formaya, əvvəlcədən sobanı isitmişəm, 170-180 dərəcədə. İndi qoyuruq pişməyə, hardasa 25-30 dəqiqəyə hazır olur. İndi başlayırıq içlik hazırlayırıq. Yarım stəkan şəkər, yarım stəkan süt, 50 qram yağ, tərəyağı. Əlavə edib qazın üstündə şəkər əriyənə kimi pişiririk. Şəkər və yağı əridirik. Yağ və şəkər tam içində əridi. Götürdük. İçinə əlavə edirəm 150 qram kakoz. Və qazın üstündə hardasa 5 dəqiqə pişirirəm. Əlimi çəkmirəm, qarışdırıram. 5 dəqiqə müddətində. Kakozu tökəndən sonra pişirdik. Belə bir sıyıq halına gətirdik. İndi tökürəm başqa bir qaba soğusun. Biskviti duxovkadan çıxartdıq. Qazını çıxardıq. İndi başlayırıq şokoladda glazur düzəldirik. Bizə lazımdır 3 xörək qaşığı kakao, 4 xörək qaşığı şəkər, üstünə əlavə edirik yarım stəkan süt. Və qazın üstündə az odda pişiririk. Pişənə yaxın yağı əlavə edirəm. Glazurumuz hazır oldu. İndi qoyuruq bir kənara ki soğusun. Keksi 2 yerə böldüm. Sirop hazırlamışam. Əvvəlcədən mürəbbə suyu götürmüşəm. Bir də su əlavə eləmişəm. Əgər mürəbbə suyu yoxdursa, şirin suda eləmək olar. Hazırladığım içliyi tökürəm və yaxıram. Hər bir tərəfinə yayıram. Kakosdan hazırladığımız içliyi hər bir tərəfinə yaydıq. İndi ikincini qoyuruq üstünə. Şokoladdan hazırladığımız glazuru üstünə tökürük. Və hər bir tərəfinə yayırıq. Tortumuz hazır oldu. İndi kəsim için göstərim.